Salam, mən Mir Fərdağıyev. Bugün yeni bir videoya sizinlə bir yerdəyik. Bugün sizə neft və qaz boru kəmərləri haqqında, onların təsnifatı haqqında məlumat verəcəm. Başlayaq. Boru kəmərləri və onun təsnifatından başlayaq istəyirəm sizə. Classification of pipelines. Pipelines'ın xüsusiyyətləri, növləri, sinifləri. Kim necə tərcümə edə bilər? Gördüyünüz kimi əsasən boru kəmərləri, əsasən həndəsi formasına görə boru kəmərləri iki yerə bölünür. Simple pipelines, complex pipelines. Simple pipeline yəni sadə boru kəmərləri, complex mürəkkəb boru kəmərləri. Yəni. Sadə boru kəmər nədir? Uzunluğu boyu diametri sabit qalan boru kəmərlərə simple boru kəməri, yəni sadə boru kəmərləri deyilir. Mürəkkəb boru kəmərində isə tamam fərqlidir. Yəni uzunluğu boyu boru kəməri diametri dəyişir, müxtəlif diametrlər olur. Hətta elə yerlərdə olur ki, boru kəmərindən şaxələr əmələ gəlir. Yəni paralel bir neçə boru kəməri, bir boru kəmərindən bir neçə boru kəmər ayrılır, təzədən müəyyən bir nöqtədə birləşirlər. Və yaxud da müxtəlif diametrdə olur, əlbəttə ki. Və yaxud da müxtəlif diametrdə boru kəmər ardıcıl bir-birinə birləşdirilir. Bunun da yəni ya ardıcıl ya da paralel aparılmasında məqsədlər var. Bunu növbəti dərslərimizdə. Yəni bu əsasən sənin istədiyin şəraitdən asılıdır. Yəni istəyirsən təzyiq çox olsun, təzyiq çox olsun, məhsuldarlıq az olsun və ya da məhsuldarlıq çox olsun, təzyiq az olsun və ya da baskı, əsas orada baskı hündürlük və təzyiq yox, baskı hündürlük və necə deyim sizə, məhsuldarlıq əsas olur. İstəyirsən ki, məhsuldarlıq çox olsun, baskı hündürlük az olsun. Çünki elə yerlər var ki, hündürlük, elə yerlər var alçadır. Alça yerdə istəyirsən ki, gedən neftin miqdarı çox olsun. Onda sən hansından istifadə edirsən? Ya da az olsun. Belə. Və according to the fluid transport. Yəni nəql edən mayenin növünə görə siniflərə bölünür. Yəni nefti nəql edən, qazı nəql edən və neft məhsulunu nəql edən boru kəmərləri. Nefti, məsələn, sizə bir misal deyim, neft məhsulları haqqında. Yəni, bəziləriniz bilər, 1896-1906-cı illərdə Mendelevin təşəbbüsü ilə Bakıdan Batumiyə kerosin nəql edən boru kəməri tikilmişdir. Bu boru kəmərin uzunluğu 883 kilometrdir və bu boru kəmərin diametri 200 millimetrdir. Və sizə bir şey deyim, nüans deyim burada. Yəni 883 kilometrlik boru kəmərində üzərində 16 nasos stansiyası var. Bu ixtisasdan bilikləri olan tələbələr, yəni mənim izləyicilərimdən bəziləri artıq başa düşürlər ki, 16 nasos stansiyası çox böyükdür. Amma onu da nəzərə almaq lazımdır ki, yəni o dövrdə, yəni biz hansı dövrdən danışırıq? 1800-cü illər, axır 1900-cü illər. Yəni o dövrlərdə bizdə artıq neft təzə yəni inkişaf etməyə başlamışdı. Neft istehsalı, qaz istehsalı, qaz yox, neft istehsalı təzə başlamışdı. Ona görə yəni o absolut çox böyük rəqəm deyil. Orada çünki o dövrdə istifadə olunan nasosların gücü də az idi. Çox böyük gücə malik olan nasoslar istehsal edilməmişdi. İstehsal edilməmişdi. Siz təsəvvür edin, artıq bizdə yəni bu qədər güclü nasos stansiyalar var ki, Bakı Tbilisi Ceyhan misal göstərir. Onun uzunluğu 1736 kilometrdir. Amma bu boru kəməri üzərində cəmi cümlətanı 8 nasos stansiyası var. 8 nasos stansiyası var. Təsəvvür edin. 16 yəni Bakı Batuminin uzunluğu 883, 1736 bitici. Yarı-yarıyadır demək. Yarıdan da çoxdur hələ. Onda 8 nasos, bunda 16 nasos. Gör, bu artıq
neft sənayesinin inkişafından necə inkişaf etdiyindən bizə xəbər verir. Nəysə. Keçək növbəti slaytımıza. By diameter pipelines, yəni diametrinə görə boru kəmərləri. Gördüyünüz kimi burada artıq mən burada yazmışam, yəni boru kəmərləri diametrlərinə görə də siniflərə bölünür. Yəni böyük diametr 1000-1400 mm arası, ikinci sinif 500-1000 arası, üçüncü sinif 300-500 arası, dördüncü sinif boru kəmərləri 300-dən az. Sonra qaz kəmərlərinin əsas qaz kəmərlərinin özünəməxsus xüsusiyyətləri var. Bu da bunlardır. Gördüyünüz kimi yaratdığı təzyiqə görə qaz kəmərləri iki sinifə bölünür. 2.5 10 megapascal birinci sinifə aiddir, ikinci sinif 1.2 2.5 megapascal. Və deməli qaz kəmərlərinin əsas qaz kəmərlərinin tərkib hissələri aşağıdakılar görülür. Liner construction dedikdə burada, yəni kimisi necə başa düşürsünüz bilmirəm, amma mən belə başa düşürəm ki, liner construction dedikdə, yəni xətt üzrə olanda, yəni boru kəmərinin xətti üzrə yerləşən konstruksiyalar. İkinci isə pump and heating system. Pump, nasos və orada əslində əgər bu neft boru kəmərinə aiddir, orada tək nasos yox, yəni şey də olmalıdır, kompresor. Kompresor, pump and heating station olmalıdır. Burada heating station nə üçün istifadə olunur? Bildiyiniz kimi neftin deməli ağır neft məhsulları var. Özüllüyü dəhşət böyük olan neft məhsulları və onları nəql etmək mərkəzdən qaçma tipli nasoslarla çox çətindir. Bunu həmin deməli neft məhsullarını mərkəzdən qaçma tipli nasoslarla nəql etmək üçün əvvəlcə onun özüllüyünü azaltmalıdır. Özüllüyünü azaltmaq üçün ən yaxşı variant onu nasosa girməmişdən qabaq isitmək lazım. Yəni temperatur artdıqca onun özüllüyü azalır. Hamı bilir bunu. Özüllüyünü azaltmaq, onu nəql etmək, yəni nasosla nəql etmək daha asandır. Gördüyünüz kimi burada biz sizə oil pipelines, yəni qısa, kiçik bir şəkil göstərmişəm. Yəni əslində bu böyükdür. Burada gördüyünüz kimi bu hissə, əsas bu hissə, yəni magistral bu hissəsi uzunluğu böyük olan yerlər, kilometrlərlə, neçə yüz kilometrlərlə göstərilir. Burada gördüyünüz kimi bir neft mədənləri. Neft mədənlərindən çıxan neft atkı xəttləri ilə yığım məntəqələrinə gəlir. Yığım məntəqələrinə gətirilir. Yığım məntəqələrində texnoloji deməli xəttlər vasitəsilə neft bazasına, yəni baş tikililər deyirlər burası, baş tikililər. Yəni burada çənlər olur, nasos stansiyası olur, elektrik stansiyaları olur. Burada əsasən neftin deməli bu iki həm yığım məntəqələrində, həm də neftin təmizlənməsi, ilkin emalı prosesdə həyata keçirilir. Burada neftin yığılması, onun nəqlə hazırlanması, 4-də göstərilən bu göstərdiyim yerdə neftin yığılması prosesi, həmçinin prosesi, yəni neftin nəqlə hazırlanması prosesi həyata keçirilir. Yəni o standartda həyata keçirilməlidir. Ərsin bu gördüyünüz 5 ərsin buraxma stansiyası. Növbəti dərslərimizdə yenə deyirəm, ərsinlər haqqında sizə böyük məlumat, geniş məlumat verəcəm, amma belə başa düşmək sadədir. Ərsin, yəni bildiyiniz kimi neft müəyyən zaman fasiləsində müddətindən sonra neft komponentlərinin bəzi hissəsi boru kəmərinin divarına yapışır, orada qalır. Bu müəyyən müddət keçir, artıq o dərəcədə böyük olur ki, yəni boru kəmərinin en kəsiyini tutur və burada tıxaclanma müəyyən, neftin nəqlində çətinliklər yaradır. Onun üçün, ona görə də
vaxtaşırı olaraq ərsin buraxma stansiyalarında ərsinlər buraxılır və burada görünür ki, bu ərsin buraxma stansiyasıdır. Bunun müəyyən hissəsində bu boy magistratörün axırında, yəni axırıncı hissəsində ərsin qəbul hissəsi. Ərsin qəbul hissəsi. Burada ərsin orada yəni ərsin qəbul hissəsində stansiyasında ərsin özü ilə birlikdə neft komponentlərini gətirib çıxarır. Yəni o divara yapışmış komponentləri gətirib çıxarır. Sonra gördüyünüz kimi burada 7-də 6, 7, 8, 9 keçidlər göstərilmişdir. Burada deməli 7 dəmir yol keçidini göstərilmişdir. Əlbəttə dəmir yol keçidində boy kəmər dəmir yolun altında olmalıdır. Böyük çaylarda, göllərdən keçəndə boy kəməri çayın dibi ilə çəkilməlidir. Amma yarğanlardır, kiçik çaylardan keçdikdə isə, yəni eni çox kiçik olan boy kəməri, onun yer üstü aparmaq daha məqsədə uyğundur. Və sonda 10-da neft paylama bazasına, neftin paylama bazasına gəlib çıxar. Yəni buradan neft deməli gördüyünüz kimi ilk öncə yəni neft emal zavodlarına nefti nəql etmək, başqa nəql etmək üçün tankerlərə, başqa ölkələrə nefti nəql etmək, o tankerlərlə, vaqon stenerlərlə və yaxud da nəqliyyat vasitələri ilə nəqlini həyata keçirilir. Qaz boru kəmərləri. Qaz boru kəmərlərinin də neft boru kəmərlərindən bəzi xüsusiyyətlərinə görə fərqlənir, amma belə ümumilikdə götürdükdə, yəni boru kəmərlər qazın nəqli başa düşülür və onun yarğanlardan keçidi, yollardan keçidi, qatarlar deməli qatar yollarından keçidi eyni ilə neft boru kəmərində həyata keçirilir. Gördüyünüz kimi burada ilk öncə deməli qaz mədəndən çıxaraq qaz yığma məntəqəsinə gətirilir. Yığım məntəqəsinə gətirilir. Sonra buradan da texnoloji boru kəmər vasitəsilə baş kompressor stansiyasına gətirilir. Burada yəni nəql olunmamışdan əvvəl kompressorlar vasitəsilə bu hissədə yəni neftin ilkin nəqli həyata keçirilir. Qazın emal təmizlənməsi prosesi həyata keçirilir. Yəni onu tozlardan, sudan, qum dənəciklərindən tutulması prosesi həyata keçirilir. Yəni separatordan keçirilir, filtrlərdən, separatorlardan keçirərək kompressor vasitəsilə nəqlə başlanır. Yəni 4, 5, 6 artıq gördüyünüz kimi dəmir yol keçidləri göstərilmişdir. 7 aralıq kompressor stansiyası. Yəni qaza əlavə təzyiq vermək üçün istifadə olunur. 8 çay keçidi, 9 yarğandır. 10 qaz paylayıcı stansiya. Qaz paylayıcı stansiyaları haqqında sizinlə məlumat gələn mövzularımızda artıq sizinlə danışacağıq bu haqda. Qaz paylayıcı stansiya dedikdə təsəvvürə gətirin ki, nə üçün qaz paylayıcı stansiya istifadə olunur? Qaz paylayıcı stansiya onun üçün istifadə olunur ki, yay-qış mövsümündə qazdan istifadəni qeyri-bərabər olmasıdır. Yəni ümumiyyətlə bildiyiniz kimi qaz çıxdı, nəql olunmalı. O saxlamaq biraz müşkül məsələdir. Yəni yer üstündə saxlamaq müşkül məsələdir. Neft kimi çənlərdə saxlamaq olmur. Çünki sızıntılar olur. Yəni nə qədər sən onu hermetik düzəltsən də yenə sızıntılar olacaq. Mümkündür. Onun üçün də qaz bu dediyim kimi yay-qış mövsümündə də qeyri-bərabər olmağa görə bu stansiyalardan yeraltı qaz saxlama anbarlarından istifadə olunur. Yeraltı qaz saxlama anbarı kimi yəni tükənmiş neft, qaz və duz mədənlərindən istifadə olunur. Onları yəni bu tükənmiş mədənləri yenidən təkmilləşdirərək qaz saxlamaq üçün istifadə olunur və burada təzyiq 10-15 megapascal ətrafında dəyişir. Yaradılan təzyiq, yəni quyuda, layda yaradılan təzyiq laya vurulur. Yəni istismara dayanmış laya vurulur. Deməli belə. Və yayda
ora deməli yeraltı qaz saxlama anbarına qazın yığılması prosesi aparılır. Qışda isə oradan nəqli proses həyata keçirilir. Bunlar haqqında sizə məlumat verəcəm növbəti dərslərimizdə. Deməli 11 burada isə 11 katod mühafizə stansiyası. Yəni boru kəmərinin korroziyadan mühafizəsi stansiyasıdır. 12 də artıq qaz paylayıcı stansiyası. Yəni buradan qaz dediyim kimi, yəni qaz emal zavoduna, məişətdə elektrik stansiyalarına, su elektrik stansiyalarına, məişətdə və sənayedə istifadə üçün nəql olunur. Bax belə, mənim bu videoma, növbəti videoma baxdığınıza görə çox sağ olun. Baxdıqdan sonra like və mənim kanalımı subscribe eləməyi unutmayın. Çox sağ olun izlədiyinizə görə. Növbəti videoda görüşənədək.